Tiflis şəhəri qubernator dəftərxanasından Tiflis polismeysterinə təcili. Qubernatorun tapşırığına əsasən dəftərxana sizdən xahiş edir ki, Tiflis şəhərinin Priyut küçəsindəki 18 nömrəli evdə yaşayan Cəlil Məmmədquluzadənin hansı dövlətin təbəəsi olması, yaşı, ümumvətəndaş hüquqları, Dövlət Dumasına seçkilər haqqında əsasnamənin 7-ci bəndində nəzərdə tutulan şərtlərə uyğun gəlib-gəlməməsi barədə məlumat təqdim edəsiniz. 22 fevral 1906-cı il. Tiflis şəhərinin 2-ci saha pristavı Duşinski, Tiflis polismeysterinə. Cənab polismeysterin nəzərinə çatdırıram ki, Cəlil Məmmədquluzadənin 38 yaşı var. Rus təbəəsidir. İrəvan quberniyası Naxçıvan şəhərinin sakinidir. 2 ildir ki, Tiflisdə yaşayır. Qəbahətli əməli yoxdur. İslam dinini etiqad edir. Ümumvətəndaş hüquqlarına malikdir. Dövlət Dumasına seçkilər haqqında əsasnamənin 7-ci bəndinin şərtləri ona şamil olunmur. 24 fevral 1906-cı il. –20-ci əsrin əvvəllərində Tiflis Qafqazın ictimai, siyasi və mədəni mərkəzi sayılırdı. Rusiya canişini bu şəhərdə oturur, Qafqaz buradan idarə olunurdu. Cəlil Məmmədquluzadə İrəvandan bu şəhərə 1903-cü ilin dekabrında gəlmiş, burada Şərqi Rus qəzetinin redaktoru və tanınmış ziyalı Məhəmməd Ağa Şaxtaxtlı ilə görüşmüşdü. O, yazıçıya Tiflisdə qalmağı və onun qəzetində işləməyi məsləhət görmüşdü. Cəlil Məmmədquluzadə hətta bir müddət Şərqi Rusun redaktoru olmuşdu. Sonradan Şərqi Rus bağlanır. Mirzə Cəlil burada dostlaşdığı Ömər Faiq Nemanzadə ilə birlikdə Naxçıvanlı tacir Məşədi Ələskər Bağırovun maddi yardımı ilə bu redaksiyanın mətbəəsini alır və onu Qeyrət mətbəəsi adlandırır. Günü-gündən millətlər qımıldaşırdı və özləri üçün hökumətdən növbə-növ azadlıq tələb edirdi. Ah, necə arzu elirdim ki, mən də sahib ixtiyar olub, ürəyimin dərdlərini meydana qoyub intişar edə biləm. Bu binada Gürcüstanın Dövlət Tarix Arxivində Qafqazın, o cümlədən Azərbaycanın tarixinə dair qiymətli sənədlər saxlanılır. Əlahəzrət Cənab Tiflis qubernatoruna. Tiflis şəhərində şəxsi mətbəəmdə mənim redaktorluğumla Tatar dilində həftəlik satirik humoristik Molla Nəsrəddin adlı jurnal buraxmağa icazə almaq üçün siz Əlahəzrətdən xahiş etmək cəsarətində bulunuram. Eyni zamanda siz Əlahəzrətlərə çatdırmaq istəyirəm ki, 1904-cü ildə mahaldakı yüksək rəhbərlik tərəfindən mən Şərqi Rus qəzetinin redaktoru təsdiq olunmuşam. Keçən ilin yayında isə Əlahəzrətin Qafqaz canişini mənə Tiflisdə Novruz adlı qəzet buraxmağa izin verib. Amma bəzi mülahizələri nəzərə alaraq, mən elə o vaxt bu qəzetini nəşr etməkdən imtina eləmişəm. Cəlil Məmmədquluzadə, 21 fevral 1906-cı il. Bu ərizə verilən günün səhəri qubernatorun tapşırığı ilə Cəlil Məmmədquluzadənin kimliyini dəqiqləşdirmək barədə polismesterə göstəriş verilir. Yazmaq istəyirdim. Çox istəyirdim yazmaq. Amma bilmirdim niyə yazım və kimdən ötürü yazım. Çünki ümidvar deyildim ki, yazdıqlarımı çap eləməyə və intişara qoymağa hökumət izin verəcək. Hökumət izin verdi. Qubernatorun dəftərxanasından verilmiş şəhadətnamədə deyilirdi: Tiflis şəhərində yaşayan Cəlil Məmmədquluzadənin
bu il fevralın 21-də verdiyi ərizəyə əsasən onun Tiflis şəhərində Tatar dilində həftəlik satirik, humoristik Molla Nəsrəddin adlı jurnal buraxmasına icazə verilir. 4 mart 1906-cı il. Bu şəhadətnamənin alınması ilə işin bir hissəsi görülür. Tiflisdə çıxan bəzi mətbuat orqanlarında yeni jurnalın nəşr olunacağı barədə xəbərlər dərc edilir. Pul məsələsi bizim boş cibimiz üçün ən ağır bir məsələ idi. Məcmuanın karikaturalarını çəkdirmək üçün pul lazım idi. Bunu bu tövr həll etdik ki, möhtərəm nəqqaşımız Şmerling qabaqçı nömrənin şəkillərinin zəhmət haqqını nisyə çəkməyə razı oldu. Qaldı bir məsələ, kağız məsələsi. Jurnalın birinci nömrəsinin kağızını almaq üçün 9 manat lazım idi. Mirzə Cəlil pul üçün imkanlı Məşədi dostlarından birinə müraciət edir. O Mirzənin jurnalda nə yazacağı ilə maraqlanır. Dərc olunacaq materialların adını eşidəndə isə pul verməkdən imtina edir. Vəziyyəti belə görən Mirzə Cəlil həmin imkanlı tanışın üstünə Ömər Faiqi göndərir. O isə Məşədiyə ərklə deyir: "Utanmırsan? 9 manatı qızırqalanırsan, sənin yanında bizim 9 manatlıq da xatirimiz yoxdur." Ömər Faiqin bu sözləri təsirsiz qalmır və Məşədi lazım olan 9 manatı onlara verir və 1906-cı il aprelin 6-sı axşamı Qeyrət mətbəəsində iş başlayır. Molla Nəsrəddin idarəsi o vaxt Varansov küçəsində yerləşirdi. Onda buralar müsəlman məhəlləsi sayılır, burada əsasən Azərbaycanlılar yaşayırdı. Maşını 2 fəhlə hərəkətə gətirirdi. Bunların vəzifəsi maşının qolunu hərləmək idi. Demək, elektrik qayışının işini bunlar görürdü. Amma elə güman eləmək lazım deyil ki, bir ağır maşını əl ilə hərləməklə elektrik qüvvəsi ilə fırlatmağın tapotu yoxdur. Məlum şeydir ki, elektrik yorulmaz. Amma insan yorular, bu bir. İkinci də budur ki, elektrik 1 saatın ərzində 1000 ədəd çapdan çıxartdığı bir vaxtda 2 fəhlə ancaq 100 ədəd çıxarda bilər. Onun üçün gecənin yarısına qədər 1000 ədəd məcmuanın yarısı olan 500-ünü ancaq çapdan çıxarda bildik. Gecə yarı fəhlələr əldən düşür. Ona görə də pullarını alıb çıxıb gedirlər. Mətbəədə Mirzə Cəlil, Ömər Faiq və çapçı Cahangir qalır. Jurnalın aprelin 7-sində çıxacağı vəd olunduğu üçün onlar gecəni yatmırlar. Fəhlələr gecə yarısı yorulub işdən çıxdılar. Biz fəhlələr də sübh vaxtı yorulub işdən çıxdıq. Ancaq bir tapılıqla ki, biz işdən çıxanda Molla Nəsrəddinin 1-ci nömrəsinin 1000 ədədi basılıb tamam oldu. Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım. O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Sözümü tamam etdim. Ancaq bircə üzrüm var. Məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdən bir keçmiş günləri yad etmək lazımdır. Hərdən bir ana dilini danışmaqla keçmişdəki gözəl günləri yad etməyin nə eybi var? Türkün açıq ana dilində danışdığı üçün jurnalın ilk 1000 nüsxəsi elə həmin gün satılır və abunəçilərə göndərilir. Ona görə də qərara alırlar ki, ikinci nömrəni 2000 nüsxə çap etsinlər.
Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmadıq. Çünki biz görürdük, hər bir əlinə qələm alan türk bəndəsi ana sözünü bir yerdə yazmaqdan utanır. Ana yerinə madər yazır. Ancaq biz ana yazdıq. Molla Nəsrəddin açıq və sadə türk dili ilə vurdu nəinki bircə kürü və arazı keçdi. Bəlkə Xəzər və Qara dəryaları da vurub Türkiyəyə və Türkistana və Gilana keçdi və uca-uca Qafqaz dağlarını aşıb Qafqaza və Kırma və sair türk ellərinə keçdi. Molla Nəsrəddin Türk ölkələrinə keçdi və özünə çoxlu dost qazandı. Amma düşmənləri də az olmadı. Çünki bir budaqda oturub 1000 budağı silkələdi. Rusiya Xarici İşlər Nazirliyinin Qafqaz cənişini yanında sərhəd məsələləri üzrə məmuru Kaxanovski, Tiflisin müvəqqəti general qubernatoru Timofeyeva, məxfi. Hörmətli cənab Nikolay Petroviç, Türkiyənin Tiflisdəki baş konsulu Feyzi bəy, Tiflisdə tatar dilində çıxan Molla Nəsrəddin jurnalının 4 nömrəsini bu günlərdə şəxsən mənə çatdıraraq, orada Türkiyə sultanına və Türkiyəyə aid karikaturalar göstərdi və məndən xahiş elədi ki, bu barədə Qafqaz canişinlə məxfi şəkildə məruzə edeyim. Qoyu Rusiya ilə Türkiyə arasında dostluq münasibətlərini nəzərə alaraq, həmin jurnalda Türkiyə sultanına və ümumiyyətlə Türkiyəyə aid karikaturalar yerləşdirilməsinin qarşısını almaq üçün mümkün tədbirləri görsün. 28 mart 1907-ci il. General qubernator Timofeyevin dərkənarı. Redaktora çağırın. Daha bir dərkənar. Redaktora təklif olundu ki, Türkiyə sultanına və Türkiyəyə aid olan karikaturaların dərcini dayandırsın. 2 aprel 1907-ci il. Bu qadağa tətbiq olunanda hələ Molla Nəsrəddin 1 yaşını qeyd eləməmişdi. Enişli yoxuşlu illər hələ qabaqda idi. General qubernator Timofeyev Tiflis polismeysterini gecikdirilmədən icra olunmaq üçün. Bu sənəd əldə olan kimi Tiflis şəhərində tatar dilində çıxan Molla Nəsrəddin jurnalının nəşri ziyankar istiqamətinə görə dərhal dayandırılsın. Qərarın icrası barədə mənə məlumat verilsin. 8 iyun 1907-ci il. General Timofeyev bu göstərişi verməzdən əvvəl Molla Nəsrəddin jurnalının son dərəcə ziyankar istiqamətini nəzərdə tutaraq qərarı almışdı. Ümumi quberniya idarələri haqqında 1892-ci il tarixli qanunun 23-cü maddəsinə dair 19-cu əsasnamənin 14-cü bəndinə əsasən adı çəkilən jurnalın nəşri bütün hərbi vəziyyət dövründə dayandırılsın və bu qərarın icrası Tiflis polismeysterinə tapşırılsın. Mirzə Cəlil qubernatorun belə sərt qərarı barədə məlumat alan kimi Mətbuat İşləri üzrə Tiflis komitəsinə müraciət edərək bu qərarın mahiyyətini anlamadığını bildirir. Qeyd edir ki, siyasi məsələlərə qarışmadığı halda jurnalın bağlanmasının səbəbi anlaşılmır. Bir neçə gün sonra Balaxanı kəndindən bir qrup ziyalı jurnalın nəşrinin bərpası xahişi ilə Qafqazın müvəqqəti canişini General Şatilova telegram göndərərək müsəlman aləmində böyük nüfuz qazanmış jurnalın nəşrinin davam etməsinə icazə verilməsini xahiş edir. Çünki Molla Nəsrəddin illərdən bəri qəflət yuxusunda olan müsəlmanların gözünü açır. Onları elm və maarif yoluna dəvət edirdi. İyunun 22-sində Mətbuat İşləri üzrə Tiflis komitəsinin sədri Kolobovun imzaladığı məktubda jurnalın bağlanma səbəbi göstərilir. Qəbul olunmuş qərar bu jurnalda qonşu müsəlman dövlətlərinin monarxlarına qarşı sərt məqalələrlə əlaqədardır. Bununla belə Kolobov General Timofeyevin qəbul edilmiş qərarı yüngülləşdirəcəyini və tezliklə jurnalın nəşrinə icazə verəcəyini bildirir. General Timofeyev belə bir icazəni bir həftədən sonra, iyunun 29-da verir. Bu sənədlərdən görünür ki, Molla Nəsrəddin 1908-ci ilin əvvəllərində yenidən Rusiya-Türkiyə münasibətlərinə xələl gətirən yazılar dərc edib. Mətbuat İşləri üzrə komitə, Xarici İşlər Nazirliyinin məmurları ilə yazışmaya başlayıb ki, mətbuatda ölkələrdən biri əleyhinə yönəldilmiş materiallar olduqda cəza tədbirlərinə dair müqavilə varmı?
Molla Nəsrəddin idarəsi Varansov küçəsində yerləşsə də, Mirzə Cəlil burada, o vaxt Davidovskaya adlanan bu küçədə yaşayırdı. Aradan 100 il keçdiyi üçün indi burada çox şey dəyişib. Amma o illərdən bir yadgar, Mirzə Cəlilin ev muzeyi qalır. Yazıcı əsasən bu otaqda işləyirdi. Bu zirzəmi yardımcı otaq sayılırdı. Onda bura Mirzə Cəlilin yazdığı kimi Gürcü məhəlləsi və müsəlmanların əli çatmayan bir yer idi. Həmin dövrdə Molla Nəsrəddin məcmuəsi müdirinin müsəlmanların əli çatmayan yerdə yaşaması təsadüfi değildi. Həmidə Cavanşir Məmmədquluzadənin xatirələrindən. Jurnalın 1908-ci il yanvar ayının 20-sində çıxan 3-cü nömrəsində Nəcəf müctəhidlərinin karikaturası buraxılmışdı. Bu, ruhaniləri qəzəbləndirmişdi. Nəcəf müctəhidləri Mirzə Cəlili ölümə məhkum eləyən bir fitva imzalamışdılar. Bu fitvada deyilirdi ki, kim Cəlil Məmmədquluzadəni öldürsə, onun yeri cənnətdir. Jurnalın həmin il fevral ayının 3-də çıxan 5-ci nömrəsində isə Bakı mollalarından birinin karikaturası verilmişdi. Bu karikaturaya görə Bakı müsəlmanları 1000 nəfərin imzası ilə canişinə ərizə göndərərək Mirzə Cəlili cəzalandırmağı tələb etmişlər. Bununla kifayətlənməyən mollalar Mirzə Cəlili öldürtmək üçün Tiflisə 3 nəfər silahlı qatil də göndərmişdilər. Bu, mollaların körtəbii etirazı idi. Yazışı din xadimlərinin qəzəbindən qorunmaq üçün bir neçə gün gizlənməli olmuşdu. Hökumət məmurları isə jurnalı zərrəbinlə oxuyur, orada başqa mətləblər axtarırdılar. Qafqaz Canişini Dəftərxanası xüsusi şöbəsinin diqqətini jurnalın 27 yanvar 1908-ci ildə çıxan 4-cü nömrəsindəki kiçik bir xəbər cəlb etmişdi. Cəhənnəmdə böyük hazırlıq var. Səğər stansiyasından Veyil səmtinə gedən yolu çox cəlallı bəzəyirlər. Deyirlər bu yaxında bir müqəddəs vücud buraya təşrif getirəcək. Sirat körpüsündən çox qorxusu var. Çünki ola bilər ki, qılı davam gətirməyib qırla. Əhvalatı gələcəkdə genə yazaram. İş orasındadır ki, jurnalın çapından təxminən 20 gün sonra fevralın 15-də Tehranda Məhəmməd Əli Şahın həyatına uğursuzluqla nəticələnən sui-qəsd olunmuşdu. Və dəftərxananın xüsusi şöbəsi Molla Nəsrəddində dərc edilən xəbərlə Tehranda baş verənlər arasında əlaqə axtarırdı. Xüsusən ona görə ki, jurnal 18 fevral tarixli nömrəsində bu mövzuya yenidən qayıtmışdı. Cəhənnəm. Hamı hazır olmuşdu ki, buraya təşrif buyuracaq müqəddəs şəxsin pişvazına çıxsınlar, amma Veyil mənbəyindən alınan doğru xəbərlərə görə vücudu möhtərəmin təşrifi təxirə düşdü. Bu iki xəbərlə Tehranda baş verənlər arasındakı uyğunluq xüsusi şöbəni konkret nəticə çıxarmağa məcbur etmişdi. Bütün bunlar göstərir ki, İranda baş verən müxtəlif inqilabi aktların təfsilatı qabaqcadan Bakıda və Tiflisdə məlum olur. Bu, Molla Nəsrəddində dərc olunan həmin iki məqalənin tarixindən də görünür. Qafqaz rayon və Tiflis mühafizə şöbələrinə, habelə Bakı və Batum mühafizə məntəqələrinə, təcili. Molla Nəsrəddin jurnalının yanvar və fevral nömrələrində İran şahına sui-qəsd olacağı barədə məlumat verilib. Rayon mühafizə şöbəsi İranlı və yerli inqilabi təşkilatlarla jurnalın əlaqələrini aydınlaşdırmaq üçün tədbirlər görsün. Həmin il sentyabrın 2-sində isə Tiflis qubernatorunun dəftərxanası mətbuat işləri üzrə Tiflis komitəsinə jurnalın son 10 nömrəsini göndərməyi tapşırır. Həmin nömrələr dəftərxanada araşdırılır.
və mətbuat işləri üzrə Tiflis komitəsinə növbəti tapşırıq verilir. Dəftərxana qubernatorun tapşırığına əsasən xahiş edir ki, adı çəkilən jurnalda bundan sonra İran şahına hücumlar edilməsinə yol verilməsin. Bir neçə gün sonra Cəlil Məmmədquluzadə quberner dəftərxanasına dəvət olunur və onunla müvafiq söhbət aparılır. Həmin dövrdə Mirzə Cəlil vaxtaşırı arvadının yaşadığı Kəhrizi kəndinə gedib gəldiyi üçün sonralar Əlqulu Qəmküsar kimi tanınan Əlqulu Nəcəbovun jurnalda ikinci redaktor təsdiq edilməsinə icazə alır. Bundan sonra jurnalda daha kəskin yazılar dərc olunur. Senzorlar vaxtaşırı ayrı-ayrı yazı və karikaturalara qadağa qoyur. Mətbuat işləri üzrə Tiflis komitəsi, Tiflis polismeysterini, xahiş edirəm Molla Nəsrəddin jurnalının 25 may 1913-cü il tarixli 16-cı nömrəsinin müsadirə olunması barədə göstəriş verəsiz. Müsadirə olunmuş nömrələr komitəyə göndərilsin. Tiflis polismeysteri, Mətbuat işləri üzrə Tiflis komitəsinə. Sizin təliqəyə əsasən Tatar dilində çıxan Molla Nəsrəddin jurnalının 16-cı nömrəsinin müsadirə olunmuş 3505 nüsxəsi sizə göndərilir. 30 may 1913-cü il. Sonradan izah olunur ki, müsadirəyə iki pozuntu səbəb olub. Birincisi, jurnalda məsul redaktorun familiyası göstərilməyib. İkincisi, dərc olunan şəkillər senzora qabaqcadan baxılmağa verilməyib. 1913-cü il avqustun 19-da isə jurnalın 21-ci nömrəsinin müsadirə olunması barədə göstəriş verilir. Bu dəfə cəzaya səbəb kimi gimnazist şeirinin dərci göstərilir. Tiflis Dairə Məhkəməsi prokuroruna bildirilir ki, redaktorlar məsuliyyətə cəlb edilsinlər. Bir həftə sonra Molla Nəsrəddin yenidən hökumət orqanlarının diqqət mərkəzinə gəlir. 28 avqust 1913-cü il. Öz rəsmlərində bəhailərin dini heysiyyətlərinə toxunduğu üçün Molla Nəsrəddin jurnalını məsuliyyətə cəlb etmək haqqında Zakaspi vilayəti rəisindən Qafqaz canişininin dəftərxanasına. Bu məktubda Aşqabad Bəhailəri Cəmiyyətinin nümayəndələri canişin dəftərxanasından xahiş edir ki, bəhailəri təriqət başçısı Əbdülbəha haqqında karikatura verdiyi üçün Molla Nəsrəddin jurnalına qarşı sərt tədbirlər görsün. Bu sənəddən görünür ki, sentyabrın 17-sində hər iki redaktor komitəyə çağırılıb və onlara gələcəkdə bir də belə karikatura verməmək tapşırılıb. Bundan bir neçə gün sonra isə həmin vaxt Şuşada olan Mirzə Cəlilə məhkəməyə çağırış təqdim olunur. O sənədi alması barədə iltizam verir. Uzun çək-çevirdən sonra hər iki redaktora qarşı ittiham irəli sürülür. Hökumət Molla Nəsrəddinin tənqid hədəflərinin getdikcə artdığını görərək növbənin Çar ailəsinə də çatacağından narahat olur. Müvafiq icazə olmadan Rusiya Çarının ailəsi haqqında yazılar və sənədlər dərc etməmək barədə Mirzə Cəlildən iltizam alınır. 1920-ci ilin aprelində Azərbaycanda Bolşevik hökumətinin qurulması ilə əlaqədar Mirzə Cəlil ailəsi ilə birlikdə Təbrizə gedir və orada jurnalın nəşrini davam etdirmək qərarına gəlir. Lakin burada da yeni problemlə üzləşir. Ona jurnalı fars dilində nəşr eləmək təklif olunur. Yazıcı bu təkliflə razılaşmır. Mən Molla Nəsrəddini 15 il Azərbaycan dilində nəşr etmişəm. Erməni dilini də bilirəm. İndiki belə oldu, onda icazə verin, mən jurnalımı erməni dilində buraxım. Uzun danışıqlardan sonra 1921-ci ilin fevralında jurnalın Təbrizdə ilk nömrəsi işıq üzü görür və Həmidə xanımın xatirələrindən. Mən dəhlizə çıxanda gördüm ki, qapıda 2 polis dayanıb. Səbəbini soruşdum. Onlar dedilər ki, Molla Nəsrəddin jurnalı vali tərəfindən həbs edilib. Bizi jurnalın bütün nömrələrini yığıb idarəyə aparmaq üçün göndəriblər. 1921-ci ilin may ayına qədər müəyyən fasilələrlə Təbrizdə Molla Nəsrəddinin 8 nömrəsi nəşr olunur və Mirzə Cəlil Bakıya dəvət edilir. Həmin ilin iyununda Bakıya gələn yazıcı dərhal jurnalın nəşrini davam etdirmək istəsə də buna nail ola bilmir. Ona Xalq Maarif Komissarlığında iş verirlər.
Azərbaycan Komünist Bolşeviklər Partiyasının rəyasət heyəti Türk dilində Molla Nəsrəddin Yumariş jurnalının nəşrinə icazə verilməsi barədə qərarı yalnız 1922-ci il avqustun 29-da qəbul edir. Jurnalın Bakıda ilk nömrəsi 1922-ci il noyabrın 2-sində çapdan çıxır. Mirzə Cəlilin əsərləri teatrlarda tamaşaya qoyulur. Özü Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizəd seçilir. Yeni əlifbanın təbliği ilə əlaqədar hökumət nümayəndə heyətinin tərkibinə daxil edilir. Molla Nəsrəddin gənc Sovet dövlətinin düşmənlərini, savadsızlığı, bürokratiyanı tənqid edir. Lakin 20-ci illərin ikinci yarısından başlayaraq Molla Nəsrəddin artıq xeyli möhkəmlənmiş Sovet hökumətinə lazım gəlmir. Jurnalın ayrı-ayrı nömrələrində dərc olunan karikaturalar bu dəfə də Sovet məmurlarını qıcıqlandırır. Jurnalın nəşrinə ayrılan vəsait vaxtlı-vaxtında verilmir. Vaxtilə Çar hökuməti Molla Nəsrəddini qonşu dövlətlərlə münasibətlərə xələl gətirməkdə ittiham edirdisə, indi SSR-nin Xarici İşlər Naziri Çiçerin bu jurnalı Sovet-İran münasibətlərini körlamaqda günahlandırır. Jurnalın məsələsi Azərbaycan Komünist Bolşeviklər Partiyasının rəyasət heyətində müzakirəyə çıxarılır və qərara alınır. Yoldaş Qarayevə təklif olunsun ki, İran hökumətinə, xüsusən Rıza Şahə münasibətdə Molla Nəsrəddin jurnalının tənqidinin yumşaldılması zərurəti barədə jurnalın redaktoru ilə söhbət aparsın. 26 aprel 1926-cı il. Bu danışıqdan heç bir il ötməmiş 1927-ci ilin martında Azərbaycan Komünist Partiyasının Mərkəzi Komitəsi Molla Nəsrəddin haqqında daha bir qərar qəbul edir. Molla Nəsrəddin jurnalı din əleyhinə və məişət xarakterli jurnal kimi yenidən qurulsun. Jurnala ideya rəhbərliyi Triniç yoldaşı həvalə olunsun. 20 il Mirzə Cəlilin ideya rəhbərliyi ilə çıxan jurnala yeni ideoloji rəhbər təyin olunması çox şey demək idi. Elə 1929-cu ilin noyabrında Komünist qəzetində jurnalla bağlı sərt müzakirələr açılmasının özü də Molla Nəsrəddin məcmuasını islah etməli. Bu müzakirələr zamanı təklif verilirdi ki, jurnal Allahsızlar İttifaqının orqanı olsun, dili dəyişdirilsin, onun ətrafına proletar yazıçılar cəlb olunsun və s. və ilaxır. Mirzə Cəlil bütün bunlarla bağlı narahatlığını 1930-cu ilin fevralında Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin katibliyinə yazdığı ərizədə bildirmişdi. O yazırdı ki, ötən illər ərzində jurnal müxtəlif təqiblərə məruz qalıb. 1906-cı ildə Çar hökumətinin qərarı ilə bağlanıb. 1921-ci ildə Təbrizdə Şah hakimiyyəti tərəfindən birinci nömrəsi müsadirə olunub. Özü barədə Nəcəf ruhaniləri fitva veriblər və s. və ilaxır. Bütün bunları nəzərə almaqla katiblikdən xahiş edirəm ki, Allahsızlığın təbliğatı üçün xüsusi orqan yaratmaqla mənə məcmuanın 25 illiyi tamam olunca Molla Nəsrəddinin nəşrini davam etdirməyə icazə versin. Daha sonra Mirzə Cəlil qənaət yolu ilə dövlətin ayırdığı aylıq xərcləri 500 manatdan 300 manata azaltmaq barədə öhdəlik götürdüyünü bildirir. Əgər kağız problemi varsa, jurnalı həftədə bir yox, ayda 2 dəfə nəşr etməyə də razı olduğunu qeyd edir. O məktubun sonunda Molla Nəsrəddinin türk jurnalları arasında ən yüksək tirajla 5000 nüsxə ilə çıxdığını xatırlatmağı da unutmur. Amma artıq gec idi. Molla Nəsrəddinin taleyi yuxarılarda həll olunmuşdu. Şübhəsiz, bütün bu təzyiq və sıxıntılar Mirzə Cəlilin səhhətinə təsirsiz qala bilməzdi. 1930-cu ilin noyabrında o iflic olur və müalicə üçün Kislovodskaya aparılır. Azərbaycan SSR Xalq Maarif Komissarlığının Elm, İncəsənət və Ədəbiyyat bölməsinə qlavlitə, daha doğrusu baş senzora ünvanlanmış bu sənəd
Molla Nəsrəddin jurnalının vəziyyəti və yaradıcılıq yolu haqqında məlumat vərəqəsi isə baltanı, necə deyərlər, kökündən vurur. Molla Nəsrəddin jurnalının vəziyyəti və yaradıcılıq yolu tamamilə pis istiqamətdədir. Jurnalın redaktoru onun əsasını qoymuş Cəlil Məmmədquluzadədir. Jurnal faktiki olaraq onun müstəqil orqanı sayılır. O, jurnalın və redaksiyanın tam sahibidir. Redaksiyanın əməkdaşları redaktorun özündən başlayaraq siyasi cəhətdən geri qalmış, bisavad və siyasətlə maraqlanmayan adamlardır. Jurnalın 1930-cu ilə aid illik komplektini yoxlasaq, dərhal müəyyən etmək olar ki, orada 5 illiyi 4 ildə yerinə yetirmək uğrunda neft, pambıq, istiqraz uğrunda mübarizə kimi təsərrüfat siyasi əhəmiyyətə malik partiya, sovet vəzifələri qətiyyən əks olunmamışdır. Jurnalın götürdüyü bu yol, açıq-aşkar opportunist və partiyanın baş xətti ilə heç bir əlaqəsi olmayan bir yol kimi qiymətləndirilməlidir. 1931-ci ilin fevralında yazılmış bu məlumat vərəqəsini Azərbaycan SSR Baş Ədəbiyyat Müvəkkilliyinin Qlavlitin sıravi bir inspektoru imzalamışdı. Bu artıq hökm idi. Molla Nəsrəddin haqqında ölüm hökmü. Nəşrinə Tiflisdə bir Rus generalının icazə verdiyi jurnalın ömrünə Bakıda bir Azərbaycanlı inspektorun məktubu son qoydu. Bundan 10 ay sonra Mirzə Cəlilin ömrünə son qoyuldu. Beyninə qan sızdı.